Xəzərlənkəran Neftçi rəqabəti, Xəzərlənkəran Bakı rəqabəti. Əgər Xəzərlənkəran bu gün yaşasaydı, səncə eyni rəqabət Qarabağla da gedə bilərdi? Eyni rəqabət olmazdı. Çünki Neftçi ilə bizim rəqabətimiz sən çempion olma, mən çempion olum deyildi. Sən məni uda bilməzsən, mən səni uda bilmərəm idi. Məsələn, biz Xəzər 1-ci yerdə gedirdi, tutaq ki, Neftçi 5-də gedirdi. Həmin oyunu bilirsən, oyun 2-2 qurtarırdı və ya əksinə. Xəzər Lənkəran gedir, nə 8-ci yerdə Neftçi çempionluğu oynayır. Neftçi Lənkərandan xal apara bilmirdi. Qarabağla bəlli bir rəqabəti olardı, amma bu rəqabət kimi belə diş qıcamış kimi olmazdı. Yəni məsələn bizdə bəzən artıq rəqabətin içində o nifrəti də görmək olurdu ki, o aqressiyanı görmək olurdu. Fikirləşmirəm ki, Qarabağla o dərəcəyə gəlib çatardı. Niyə? Nə bilim, çünki məsələn Qarabağ olub ki, Lənkərana gəlib 3-0 udub Lənkəranda əsəbləşməmiş. Yəni Qarabağ əsəbləşməmiş, amma Neftçi ilə heç-heçəyə əsəbləşirdi. Yəni bu prinsipiallığın kökündə nə dayanırdı? Olur da elə, nə bilmirəm. Neftçi biraz başqa adam əsəbləşdirirdi.